Dostlar salam, hər vaxtınız xeyirli olsun. Deməli, imtahanda, buraxılış imtahanda bir dənə zaman düşür. Çox sadə düşür. Amma necə düşə bilər? Ya kontekstə baxarsınız, dialoq olar, nə bilim, məzmun olar. Məzmundan tutarsınız ki, hansı zamandır. Ki, çox nadir hallarda belə düşür. Ki, əsasən ən çox zaman zərfinə görə düşür. Zaman zərfinə görə indi, keçmiş, gələcək, davam edici və s. olduğunu tapırsınız. Bir də bəzən çox olmur. Əvvəllər çox olurdu. Yəni 2019-dan bu yana çox az olur. Deməli, bu da bağlayıcılara görə uzlaşma. Hamısını izah eləyək. Əslində birinci etapı keçmişik. Birinci və ikinci etap. Hansı ki, məzmun, kontekstə görə, bir də zaman zərflərinə görə. Dəyişməyən təbii fiziki hadisələr, həmişə baş verən hərəkətlər və s. adət halını almış, vərdiş halını almış və s. Buna present simple, yəni indiki sadəlik. Və yaxud bu gördüyünüz zaman zərfləri ki, bir-bir bunları oxumayacağım, adlarını da görürsünüz. Hansı ki, sarı rəngdə verdiklərim, ki, evri ilə olanlar, hamısını dairə eləməmişəm, bunlar daha çox düşür. Okay? Gördünüz, present simple seçirsiniz. Hərəkət indi bu dəqiqə baş verirsə, ki, bunu biz dialoqdan, danışıqdan da görə bilirik, və yaxud özünün xüsusi zaman zərfləri var, başqa bir şey də verə bilər, yenə də söhbətin indidən getdiyini tutursan, bilirsən ki, indi bu dəqiqə baş verirsə, indiki davam edici olur. Bunları öyrənmək lazım. Past simple ki, deyərdim, ən çox istifadə olunan, imtahanda sual olaraq istifadə olunan zaman formasıdır. Sizin üçün işarə edirəm və ən çox da zaman zərfi olaraq last, ago, bir də yesterday. Bunlarla bağlı. Keçmişlə bağlı hər hansı bir zaman zərfi verək. 1980, nə bilim, orta əsrlərdə, qədim zamanlarda və s. Bilirsən ki, bu keçmişdə baş verdiyinə görə past simple'dır. Gələcək eyni ilə pastın, yəni keçmişin əksi gələcək. Məsələn, keçən həftə deyirsən gələn həftə. 2 il əvvəl deyirsən 2 il sonra. Dünən deyirsən sabah və tezliklə soon. Məsələn, bu 2019-da düşübdür. Bunları da görəndə future simple. Gələcək sadə zaman neynisən yapışdırırsan. Və buna qədər olan simple zamanların heç biri, yəni zaman zərfləri, hansı ki, dünən, sabah, aylar, illər və saatlar. Bunlarla olan zaman zərflərini, bunlara dəqiq zaman zərfləri deyirlər. Heç vaxt bitmiş zaman verməyəcəksiniz. Perfect zaman verməyəcəksiniz. Future simple in the past, yəni would seçmək istəyirsənsə, hadisələr cərəyan eləməlidir keçmişdə. Ya da növbəti videoda görəcəksiniz. If conditionallarda istifadə edə bilərsiniz. Hər halda, Əli dedi ki, o gələcək. Will yox, would verəsən. Çünki dedi, keçmiş var orada. Keçmişdə hansısa bir anda. Məsələn, yesterday keçmişdi. Keçmişdi. Last week dolar, last year dolar və s. Keçmişdə hansısa bir anda. Dünən axşam, dünən saat 2-də, dünən bu vaxtı, dünən o vaxt. Yəni o keçmişi göstər, bir yanda da müəyyən bir dəqiq zaman versən. Onda bu olacaq nə? Keçmiş davam edir. Yəni past continuous. Və yaxud eyni keçmişi atıram gələcəyə, dönür olur, gələcək davam edir. Yəni bir var dünən bu vaxt, bir var deyirəm sabah bu vaxt. Bir var deyirəm keçən il bu vaxt, bir var deyirəm gələn il bu vaxt. Bir var deyirəm dünən saat 5-də, bir var deyirəm sabah saat 5-də. Deyirsə olur nə? Gələcəkdə müəyyən bir an, dəqiq zaman. Future continuous. Və present perfect, past perfect, future perfect. Present perfect indiyənə qədər olan və yaxud oldu nəticəsi gözü qabağında və s. və ilaxır. Əlini görmüsən, yəni indiyənə qədər görmüsən o mənada. Deməmi, yəni keçmişdən indiyənə qədər. Yəni indi görmüsən, nəticə göz qabağında. Bitməyən periodlar. Məsələn, bitməyən period nə deməkdir? Bu gün, bu il, bu ay. Bu tip zaman zərflərində elədiyin hərəkətlər və hərəkətin neçə dəfə edildiyini desən də, yenə present perfect verə bilirsən. Və ən çox istifadə olunan zaman zərfləri də ki, sizə məsələn bunu tez-tez verəcəklər. Ever da görə bilərsiniz, never da görə bilərsiniz. Və recent, recently, lately bunlara görə də present perfect, 100% present perfect seçəcəksiniz. Eyni şey keçmişə atam. Keçmişdə hansısa bir ana qədər baş verir.
Bu olub past perfect ki, Azərbaycandan mışdı, mişdi, muşdu kimi tərcümə edəcəksiniz. Burada bir dənə fikir versiniz. Lately, recently bunlar yoxdur. By var ki, onu uzlaşmada ayrıca deyəcəm. Qalanları tipik uyğun gəlib. Bu da düşəndə adətən past simple-lar uzlaşır bağlayıcılarla. Yəni tapmaq çox asandır. Sizə məsləhətim sadəcə bu və digər zamanların mənalarını öyrənin. Bitmişlərdən əl və digərlərinin zaman zərflərini də öyrənin. Tamam mı? Çünki mənanı biləndə biz mətni də anlamağa bizə nə edir? Kömək eləyir. Oxu suallarından gedir söhbət. Daha rahat yaza bilirik. Bu da gələcəkdə hansısa bir ana qədər baş verən hadisə, baş verəcək hadisə elə bir ki, keçmiş bitmişin əksidir. Keçmiş bitmiş, keçmişdə hansı bir ana qədər ki, bunu ayrıcı keçmişi təzədən xırdalamaq istəmirəm. Baş verib bitib, bu isə gələcəkdə hansısa bir ana qədər. Bunu da uzlaşma içində qısa konkret nə edəcəyik? İzah eləyəcək. Bunu xüsusi zaman zərfi deyək ki, yoxdur. Əsasən bağlayıcılarla falan, amma gələcəyə görə saat 5-ə qədər mən işimi bitirmiş olacağam. Yəni bitirəcəm. Belə bir şey. Ən çox baydan istifadə edəcəksiniz. Belə. Artıq digər videoya keçəcəm. Bura qədər önəmli olan bizdə nədir? Zaman zərfləri, yoldaşlar. Ümumi bir də bir göz ataq. Ümumi. Məsələn, deyək, çoxunluqla deyək, əsasən bunları gördüm present simple. Bunları gördüm past simple, keçmişə aid. Bunları gördüm future simple. Gördüm present continuous, gördüm past continuous. Gördüm future continuous. Gördüm present perfect, gördüm past perfect, gördüm future perfect. Oxuyursunuz. Ən çox düşən bu üçlükdür. Bu üçün də nə elədim? İşarələdim sizə ki, onları öyrənsəz, deyərəm okeydir. Növbəti videoda görüşərik, hələlik.